Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında nəyin bağları hazırlanmışdır. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı? Sizə nə olub? Necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz? Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır. Yaxud bizimlə qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır. Onlardan soruş ki, kim buna zamin duracaqdır? Yoxsa onların şərikləri vardır. Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər. Ayağın açılacağı və onlar səcdiyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün, onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçəndir ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular. Bu sözü yalan sayanları mənim öhdəmə burax. Biz onları toğlayıb, bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik. Hələlik mən onlara möhlət verirəm. Şübhəsiz ki, mənim kafirlər üçün qurduğum hiləm çox güclüdür. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər. Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar. Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi Yunus kimi olma. O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı. Lakin Rəbbi onu seçib, əməli salihlərdən etdi. Həqiqətən kafirlər zikri eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən o dəlidir deyirlər. Halbuki bu Qur'an aləmlər üçün öyüd nəsihətdən başqa bir şey deyildir.